Hansı ki, Elxan Qaxataya şükür Allaha bizim Azərbaycan dövlətimiz demokratik bir dövlətdir. İstəyən xristiyan olsun, istər yahudi olsun, istər kim hansı dinə mənsub olsun. Halbuki bu söz demək, yəni neynədir? İnsanlara rahatlıq verdi ki, gedin müsəlman ola bilərsiniz, yahudi ola bilərsiniz. Bu sizə azadlıq verdi dövlətimiz. Bu isə insanın dinindən çıxarır bu söz. Və indi demokratik rejim ortaya çıxır. Demokratiya çox gözəl şeydir. İnsana azadlıq verir. İstəyirsən xristiyan ol, istəyirsən müsəlman ol. Və indi toxunacağım məsələ son dövrlərdə meydana çıxmış məsələdir. Doğrudur, bu söz söhbət 4 il, 5 il bundan əvvəl də gedirdi. O vaxtı da boş boğazlar var idi. Lakin yaxın zamanlarda açıq aydın şəkildə özünü büruzə verdi. Açıq aydın şəkildə. Artıq bu söhbəti hamı danışır. Budur ki, qərara gəldik bu məsələyə aydınlıq gətirək. Aydınlıq gətirək ona görə yox ki, cəmaat bizi sevsin. Bizi sevənlər onsuz da sevir. Sevməyənlərin də yəqin ki, əlində bir əsası var. Dəlil sübutu var, ona görə bizi sevir. Onlar da özləri bilir. Ona görə ki, bu məsələyə aydınlıq gətirmək və məqsəd ona görədir ki, qiyamət günü deyilməsin ki, bizə başa salan olmadı. Bu nə məsələdir? Son dövrdə siz tez-tez eşidirsiniz ki, mən haradasa çıxış etdikdə mühazirələrin birində demokratiya gözəl şeydir. İstəyirsən xristiyan ol, istəyirsən yahudi ol, istəyirsən müsəlman ol, istəyirsən müstələf ol. Sənə azadlıq verir. Bu sözü demişəm, demokratiya gözəl şeydir. Və demokratiya gözəl şeydir ifadəsinə bir çoxları irad tutub deyirlər ki, bu küfürdür, bunu deməklə kafir olmuşam, tövbə etməliyim. İndi mən bu məsələyə aydınlıq gətirməliyəm ki, qardaşlarım bunun nə olduğunu başa düşsünlər. Birinci, sual verir. Məyər mən bir şeyə gözəldir deməklə, bu mənim əqidəmdir və ya həmin şey Allahın buyurduğundan gözəldir demək istəmişəm. Bu bir. İkincisi, bunu bu cür başa düşənlər dəlil sübutu belə başa düşürlərsə onlar avamdırlar. Ya da fitnə fəsad törədənmirlər. İkisindən biri. Vay onların halına. Axı mən demokratiya İslamdan üstündür və ya onunla eynidir və ya bu da bir dindir və ya başqa buna bənzər sözlər deməmişəm. Deməmişəm ki, bu dindir, Allahın buyurduğu kimidir, ondan üstündür və s. Belə söhbət olmuyor. Gözəl şeydir demişəm. Vəssalam. Və mən heç bir halda, indi açıq aydın bəyan edirəm, heç bir halda xalq hakimiyyətini Allahın hakimiyyətindən üstün tutmamışam. Tutmaram da. Çünki Allah dərgahında qəbul olan din yalnız İslam dinidir. Və demokratiya İslam dinindən üstün ola bilməz. Mənə irad tutan birisinə, telefon vasitəsilə zəng gelir, irad tutan birisinə sual verdim. Dedim, səncə İslamı yaymağa ixtiyar verən demokratik rejim yaxşıdır, yoxsa Allahsızlığı təbliğ edən ateizm? Dedi, əlbəttə ki, demokratiya. Dedim, görürsən, sən özün öz dilinlə dedin ki, demokratiya yaxşıdır. Yox, deyir, mən nisbətən dedim. Yəni, ona nisbətdə bu yaxşıdır. Dedim, bəs mən nə demişdim? Mən deyəndə ki, demokratiya gözəl şeydir. Mən də nisbətdə demişdim. Ona nisbətdə bu gözəldir. Çünki söhbətin əvvəlinə də qulaq asmaq lazımdır. Əvvəlində mən ateizmlə, kommunizmlə danışırdım. Sonra gəlib bu söhbətə çıxdım və dedim ki, demokratiya gözəl şeydir. Əlbəttə ki, nə ateizm, nə də demokratiya Allahın dini ilə müqayisə oluna bilməz. Lakin öz aralarında müqayisə olunduqda, biri digərindən gözəl sayıla bilər. Çünki bu rejimdə sənə tamamilə Allah'ı ibadət etməyə icazə verilmir, Quranı tərcümə etməyə icazə verilmir və s. və s. Bu rejimdə isə sən azad öz dinini yaşayırsan.
İkinci dəlil. Peyğəmbər sallallahu aleyhi və səlləm əshabələrinin əziyyətlərə məruz qaldığını görəndə onları Həbəşistana, Nəcaşinin yanına göndərir. Və görün nə deyir? Göndərir və deyir ki, gedin Həbəşistana. Orada elə bir hökmdar vardır ki, o heç kəsə zülm etmir. O diyar adillik olan, gözəl bir diyardır. Elə də deyir, vahiyyə ardu sıdqin. Subhanallah. Məyər Həbəşistanda İslam şəriəti hökmlarını verirdi? Yoxsa Məhəmməd sallallahu aleyhi ve sellem onların Məkkədə müşriklərin arasında qalıb əziyyət çəkməkdənsə xristiyanların arasında rahat yaşamağını üstün hesab edib dirəkdir. Müşriklərin qayda qanunlarındansa xristiyanların qayda qanunlarını nisbətən yaxşı idi deyə Peyğəmbər s.ə.v sahabələrini Məkkədən Həbəşistana hicrət etməyini əmr edir. Həbəşistan kralı xristiyan idi. Orada olan qayda qanunlar xristiyan qayda qanunları idi. O yeri, o qanunları Peyğəmbər s.ə.v nisbətlə gözəl sayıb, adil hesab edib sahabələrini ora göndərdi. Yoxsa kim deyə bilər ki, xristiyanlıq gözəl dindir, gözəl bir şeydir. Xeyr, nisbətlə gözəldir. Və sahabələr də onun əmrinə tabi olub Həbəşistana getdilər. Həbəşistan kralı ilə onların arasında söhbət oldu. Söhbət əsnasında Həbəşistan kralı onlara sual verir. Sizin Peyğəmbəriniz sizə nəyə əmr edir? Onlar da deyir ki, bizə ibadət etməyi, Allah şərik qoşmamağı, namaz qılmağı və s. Gəlib çıxır bir sonda Cəfər ibn Əbi Talib radiyallahu anh deyir ki, biz sənin ölkənə pənah gətirmişik. Səni digərlərindən üstün seçmişik, üstün saymışıq. Və deyir, sənin yanında qalmağı rəhbət istəyir, yəni sənin yanında qalmaq istəyir. Bu bizim üçün daha xoşdur, daha xoş. Və biz bilirik ki, sən heç kəsə zülm etmirsən. O demək deyir ki, sahabələr xristiyan Nəcaşini qəlbən sevirdilər. Yox. Onun ədalətli olduğunu, gözəl hökmdar olduğunu, zülm etmədiyini bəyənirdilər. Peyğəmbər s.ə.v də bunu bəyənib onları oraya göndərdi. Nisbətdir, nisbət. Üçüncü dəlil. Sual verirəm. Kafirlərin qələbəsinə sevinmək olarmı? Əlbəttə ki, lakin nisbətdə kafirin qələbəsinə sevinmək olar. Bunu Allah buyurur. Allah buyurur ki, Rumlular məğlub edildilər. Ən yaxın yerdə, ən aşağı yerdə. Lakin onlar öz məğlubiyyətlərindən sonra qələbə salacaqlar. Bir neçə ilin ərzində. 3 ildən 9 il ərzində qələbə salacaqlar. 7 ildən sonra Rumlular qələbə salır. Allah s.ə.v ayənin davamıyla deyir ki, əvvəldə, sonra da hökm Allah'ındır. Yəni, bunun belə olmasını Allah istəmir. Bu hökmü Allah verir. Ayənin axırında deyir, o gün möminlər sevinəcəklər. Subhanallah. Rumluların qələbəsinə möminlər sevinir. Müşriklərdənsə, yəni atəşpərəstlərdənsə, xristiyanların olması daha yaxşıdır. Çünki bunlar Allaha biraz da olsa yaxındır. Lakin ümumiyyətlə xristiyanların olması yaxşıdırmı? İslamın olması yaxşıdır. Nisbətdə Rumluların qələbəsinə sahabələr sevinir. Nisbətən. Dördüncü, məyər kafir möminə dost ola bilərmi? Sual verirəm. Ola bilər? Əlbəttə ki, yox. Amma Allah s.ə.v görür nə deyir? Deyir, لَتَجِدَنَّ أَشَدَّ النَّاسِ عَدَوَةً لِلَّذِينَ آمَنُوا الْيَهُودَ وَالَّذِينَ أَشْرَكُوا وَلَتَجِدَنَّ أَقْرَبَهُمْ مَوَدَّةً لِلَّذِينَ آمَنُوا الَّذِينَ قَالُوا إِنَّا نَصَارَى Yahudiləri və müşrikləri iman gətirənlərə qarşı düşmənçilik edən insanların ən pisi olduğunu görəcəksən. Biz xaspərəstik deyənləri isə, diqqət verin, biz xaspərəstik deyənləri isə dostluq baxımından
baxımından iman gətirənlərə ən yaxın olduğunu görəcək. Xaspərət müminin dostu ola bilərmi? Müşriklərə nisbətdə, yahudilərə nisbətdə xaspərətlər müminlərə yaxın dostdur. Nisbətdə. Amma o bizə dost ola bilməz. Bizim dostumuz ancaq Allahın dostlarıdır. Müminlərdir. Vəssalam. 5-ci, Allah s.ə.v. buyurur, müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Təkcə bu ayəni götürsən, deyəcəksən, müşrik qadın nə qədər gözəl olsa da o ilə evlənmək haramdır. Çünki Allah təala qadağan edir. Amma sual verirəm. Xristiyan və ya yahudi gözəl qadını gözəl hesab edib, nə gözəl qadındır deyib, onunla evlənmək olar? Olar. Xristiyan qadına və yaxud yahudi bir qadına gözəl demək məyər küfürdür, onunla evlənmək küfürdür, xeyr. Allah təala özü buna icazə verir. Demək, şəriəti tam başa düşmədikdə, bax, belə problemlər meydana çıxır. Belə səhvlərə yol verilir. Heç nədən kiməsə kafir edir. Biz bu sözü deməmişdən əvvəl fikirləş gör, nə danışırsan? Bu söz çıxdırsa, o kiməsə gedib yaxışmalıdır. Yiyəsinə satmalıdır. O da əgər yiyəsinə layiq deyilsə, dediyin adama layiq deyilsə, sənin özünə qaydır. Günahını sən özün qazanırsan. 6-cı, tutaq ki, deyək ki, fərz edək ki, mən xəta etmişəm. Mömin-möminin xətasını necə düzəldir? Nəsiyyət etməkdir. Gəl, nəsiyyət et, xətamı başa sal, əsaslandır, tövbə edin. Vallahi ki, tövbə edirəm. Yoxsa məni gözdən salmaq məqsədi ilə qeybət məclisləri qurmaq, sonra da bunu videolentə yazıb, dalbadal seriallar buraxmaq müsəlmana yaratan iş deyil. Müsəlman deyirəm, ona görə ki, onlar da müsəlmandır. Lakin müsəlmana layiq hərəkətlər eləmirlər. Bunu deyənlərə və bunu dəqiqləşdirmədən onların dediklərini cəmaat arasında yayanlara Allah hidayət versin. 7-ci, sələflərin birinin xətaya yol verdiyini, sələflər daha doğrusu, birinin xətaya yol verdiyini işləndə, onun üçün 70 cür üzür axtarılır. Bəlkə buna görəyim, bəlkə falan şey görəyim, bəlkə məqsədi belə olur, bəlkə buna görəyim. 70 cür, hətta bəzilər deyirdilər ki, üzür tapmayanlar, deyirdilər ki, bəlkə onun üzürü var, mən bilməyəm. İbn Teymiyyə, rahiməhullah, kitab yazır. Rəf'ul mələm ən əimmətil ələm. Böyük alimlərə olan məzəmmətlərin aradan qaldırılması. Kitabın adı belədir. Böyük alimlərə qarşı kimlər ki dil uzadır, onların xətalarını axtarır, gözdən salmağa çalışır. İbn Teymiyyə bu kitabda qısa şəkildə bəyan edir ki, bu alimlər adi insandır və xəta etməkləri labüddür. Onlardan kimisinə dəlil çatmadığından, kimisi özü də bilmədən zəif hədisə əsaslandığından, kimisi yaşadığı mühitin təsirindən, kimisi 2 hədisdən daha aşağı səviyyədə olan hədisə istinad edib fətva verməsindən, kimisindən ümumiyyətlə dəlil sübutun başa düşmədiyindən və başqa səbəblərdən xətalara yol verir. Nə olsun? Elməhlə xətaya yol verə bilməz, iştihad edib xətaya yol verə bilməz, əlbəttə verə bilər. Bu xətaları axtarıb, sonra gözdən salmaq məqsədi ilə cəmaat arasında o xətaları yayanlar bilməlidirlər ki, Allah s.ə.v. Peyğəmbər s.ə.və hədəs yerə bu hədisi nazil etmir. Peyğəmbər s.ə.v deyir, mən sətərə muslimə, sətərə Allahı yevmül qiyamə. Kim bir müsəlmanın eybini ölsə, Allah da onun eybini ölsə. Yoxsa sən bu eybi hər tərəfə yayarsan ki, müşriklər, kafirlər, münafiqlər, kitab əhli və s. baxıb bunu gülsünlər. Desinlər ki, subhanallah, gör bunların elm
əhli hansı xətalara yol verir? Peyğəmbər sallallahu aleyhi və səlləm heç vaxt kiminsə səhvini düzəltmək üçün deməzdi ki, falan kəs belə edir. Daim deyərdi ki, bəziləri belə edir ki, o xətanı düzəltdir. Deyir, məsələn, bəziləri namazda gözlərini yuxarı dikir. Halbuki səcdəyə baxmalıdırlar. Bununla artıq başa salmaq istəyir sahabələrinə ki, bu səhvdir. Səcdə yerinə baxın. Heç vaxt ad çəkməzdir. Çox nadir hallarda, əgər o adamı bəyan eləməyə lazımdırsa, onda ad çəkərdir. 8-ci. İddia edən adam iddia etdiyi sözü yaxud nəyisə sübut etməlidir. Əgər şəriətlə gedən adamdırsa, yox əgər başqa öz fikrinə uyur, yaxud başqa bir şeylə gedirsə, onunla heç danışmağa dəyməz. Şəriətlə gedən adamdırsa, ona Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədisini deyirik. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, əgər haqlar insanların iddiasına görə olsaydı, onda insanların bir qismi digərlərinin canını və malını halal sayardılar. İddia edərlər ki, bu kafirdir, yaxud bunun canı da halaldır, malı da halaldır, onun filan şeyi mənə çatmalıdır və s. Lakin iddia edən dəlil sübut gətirməli, inkar edən isə and içməlidir. Peyğəmbər s.ə.v sözüdür. İddia edən dəlil sübut gətirməlidir, inkar edən isə and içməlidir. Buna da, bu hədisin tətbiqinə də bir dənə hədis kifayət edir. Yüzlərlə belə hədislər var. Əşrəf ibn Qeys radiyallahu anh ilə Yahudi arasında mübahisə düşür. Hər ikisi Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlir. Əşrəf iddiası olur. O deyir ki, bu torpaq mənimdir. Yahudi inkar edir ki, yox. Belə deyil. Mənimdir. Diqqət edin. Peyğəmbər sallallahu aleyhi və səlləm də müsəlman, Əşrəf radiyallahu anh da müsəlman. Yahudi isə kafir. Peyğəmbər sallallahu aleyhi və səlləmin yaxın sahabəsi, ən çox istədiyi adam, lakin ona qarşı münasibətdə Allahın qoyduğu həddi aşmış. Və deyir ki, sənin dəlil sübutun varmı? İddia edirsən ki, torpaq sənin. Dəlil sübutun var, Əşrəf radiyallahu anh bir xeyir yarasın. Sonra Yahudiyə üst tutur, and içsin, bu yer sənindir. Yahudi and içsin. Deyir və sələm, götürülür. Əşrəfin xətrinə dəyir, inciyir, deyir ki, ya Rasulullah, and içməyə nə var ki? Əşrəf elə başa düşür ki, and içmək boş şeydir. Elə dinlə de, kiminsə malını al əlinə. Yox, o ancaq sadəcə fani dünya malına dünyada əldə edəcək. Fani dünya malını dünyada əldə edəcək. Nə olsun? Qiyamət günü onu bilirsiniz, nə görsünüz? Allah s.ə.v. ayə nazir edir. Ali İmran surəsinin 77-ci ayəsini. Ayədə deyir ki, Allah ilə olan əhdlərini və andlarını ucuz qiymətə satan şəxslər üçün axirətdə heç bir pay yoxdur. Bu bir. Ayənin ardınca deyir, Allah onları danışdırmayacaq. Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaq. Onlar üçün üzücü bir əzab hazırlanır. 5 şey Allah təala bu ayədə sadalayır. 5 əzab. 5 əzab. Birincisi, ahirətdə onların heç bir pay olmayacaq. İkincisi, Allah onları danışdırmayacaq. Üçüncüsü, qiyamət günü onların üzünə baxmayacaq. Dördüncüsü, onları təmizə çıxarmayacaq. Beşincisi də onlar üçün üzücü əzab alacaq. Bütün bunlara əsaslanaraq mən bu məsələni həmin bu məsələyə müqayisə edirəm. İddiası tərəf demir ki, mən demokratiya gözəl şeydir deməkdir, küfr etmişəm. Bu dəlil sübutunu gətirsin. Bundan əvvəl nə qədər dəlillər gətirdim ki, bu söz küfrə dəlalət etmir. Bu dəlil sübutunu gətirsin, gətirə bilmirsə, onda mən and içirəm. Vallahi, vallahi, vallahi ki, bu məqsədlə deməmişəm. Əgər inanmırlarsa ki, mən bu məqsədlə deməmişəm,
Onda keçirəm sonuncu dəlillə. Hüzeyfə İbn-i Yəmən radiyallahu anh deyir ki, Nəcran əhlindən olan xristiyanlardan 2 nəfər, Peyğəmbər s.ə.v-in yanına gəlir və İsa aleyhissalamın Peyğəmbər deyil, Allahın oğlu olduğunu sübuta yetirmək üçün müxtəlif sözlər deyirlər. Müxtəlif dəlillər getirirlər. Peyğəmbər s.ə.v də onlara deyir, gedin, bütün nə qədər uşaqlarınız, həyat yoldaşlarınız, cəmaatınız, hamısını yığın gətirin. Siz də and için biz də. Siz and için ki, o Allahın oğludur. Biz and içək ki, yox, Allahın elçisidir. Sonra Allahın lənəti olsun, yalan danışanlar. Xristiyanlar qayıdır, baş keşişlərinə bunu deyirlər. Baş keşişləri deyir, lazım deyil. Allaha and olsun ki, əgər o Peyğəmbərdirsə, bu lənətdən sonra nə biz, nə də sonraki nəslimiz nicat tapmayacaq. Xristiyan olmağına baxmayaq, qorxur. Qorxur ki, yalanın and etsə, bu lənətə düşər olacaq. Şimdi qardaş, bu sözü deyənlər kimliyindən asılı olmayaq. Kim olur olsun, deyir, çox yaxşı. And iç ki, bu belədir. Mən and içmişəm, andım da yazılır. Lenti yazsın. Şimdi qarşı tərəfdə and etsin, sonra Allahın lənəti olsun yalan danışanlara. Mən niyyətdən Allahdan istəyirəm ki, yalan danışana Allah lənət eləsin. Vəssalam. Və sonda sizə bir gözəl nəsiyyətim var. Ömrünüzü belə boş boğazlara sərf etməyin. Yalnız lazım olan vaxtlarda bir dəfə çıxıb cavabını verib, sonra həyatı davam eləmək. İslam dinini yaymaqla məşğul olmaq lazımdır. Onlar bizim vaxtımızı aparır. Onlara baş qoşmaq lazım deyil. Əgər haqqı yaysaq, haqq gəlsə, öz yerini tapsa, boşluq olmasa, batil özü yox olur deyəcək. Bu bir qaydadır. Allah s.ə.v. bize öyrədir. Cəəl-həqqu və zəhəqəl-batilu. Haqq gəldi və batil getdi, pus oldu. Ayın haqqında da deyir ki, batil pus olmağa məhkum olur. Yəni, batil heç vaxt sabit qala bilməz. Haqq deyəndə kimi qəst edir? Allah s.ə.v. Peyğəmbərini, Quran-ı Kərimi və onun yolunu tutub gedənləri. Peyğəmbər s.ə.v. qəbirstanlığa gəlir, yüzünü tutur qəbirstanlığa da deyir, ey bu diyarın möminləri, salam olsun sizə. Biz də yaxın zamanda inşallah sizə qovuşacaq. Mən qardaşlarımızı görmək istəyirəm. Duadan sonra dərhal bu cür deməsi sahabələri təəccübləndirir. Deyirlər, ya Rasulullah, bu nə sözdür? Məyər biz sənin qardaşların deyilik, bizi görürsün. Peyğəmbər s.ə.v. deyir, xeyr, siz mənim sahabələrimsiniz. Qardaşlarımız isə hələ gəlməyin, hələ gələcək. Sahabələr deyir, ya Rasulullah, ümmətinin içərisindən hələ gəlməmiş kimsələri necə tanıyacaqsan? Nədən bilirsən ki, onlar sənin qardaşındır? Nədən biləcəksən ki, onlar sənin qardaşlarındır? Peyğəmbər s.ə.v. görün, necə gözəl şəkildə izah edir. Müstə içəriyyələr. Bir adamın qara rəngli atları arasında 3 ayağında ağ ləkəsi olan qaşqa atı olsa, qaşqa yəni alnında, ayağında ağ rəngdə ləkə olur. Yəni tüklər olur, onunla keçirir. Əgər belə bir atı olsa, onu tanımaz mı? Qara atlar arasında o atı tanımaz. Sahabələr deyir, bəli, ya Rasulullah. Peyğəmbər s.ə.v. deyir, qardaşlarımız da üzləri, həmçinin əlləri və ayaqları dəstəmaz nuru ilə parlaq olaraq gələcək. Dəstəmaz nuru ilə parlaq bir şəkildə gələcək. Mən də onlardan, yəni onları bu əlamətlərdən tanıyacağam. Və onlardan əvvəl gedib hovuzun başında durub onları gözləyəcəm. Lakin bəziləri hovuzun başına gələndə mələklər onları hovuzdan kənara qolacaq. Qoymayacaqlar hovuzun yanına. Bu kəslərdir ki, dünyada cəmaat arasında özünü mömin kimi göstərir.
namazını da alır, namazını da qılır. Lakin bunu Allah xatirinə etmədiyi üçün o dəstəmaz suyunu satmayacaq. Bunlar münafiqlərlə bərabər cəhənnəmə gedəcəklər. Yəni, kim Allah xatirinə ibadətini edirsə, Allah onu qoruyacaq. İllər boyu onu gözdən salmaq istəsələr də heç necə bilməyəcəklər. Peyğəmbər s.ə.v və onun sahabələrini, sadiq insanları 14 əsrdir. Kafirlər ağılına gələn hər bir variantdan istifadə edir ki, onları gözdən salsın. Amma Allah s.ə.v elə hey onları ucaldır. Onların yolunu tutub gedənlər də həmçinin. Nə qədər kafirlər, axıllar və s. o insanları gözdən salmağa çalışacaq, Allah əksinə onları ucaldacaqdır. Və biz də Allah ucalmağımızı təkcə Allahdan istəyirik. Allah bizi ucalsın, Allah bizi bu yolda sabit etsin, imanımızı kamilləşdirsin. Subhanək Allahumma və bihamdikə şəhədu ən la ilahə illə ente estəğfiruka və atubu ileyk. يا أيها الذين آمنوا إن جاءكم فاسق بنبأ فتبينوا أن تصيبوا قوما بجهالة فتصبحوا على ما فعلتم نادمين. Ey iman gətirənlər! Əgər bir fasik sizə bir xəbər gətirsə, dərhal onun doğruluğunu yoxlayın. Yoxsa bilmədən bir qövmə pislik edər. Sonra da etdiyinizə peşman olarsınız.